Cəfər Cabbarlının ana şeirinin təhlilinə baxacağıq. Deməli, gəlin birinci şeirin ümumi xüsusiyyətlərini deyək, sonra keçək bənd-bənd, hər bəndin izahını verək. Deməli, Cəfər Cabbarlının ana şeiri lirik növdə yazılıb, göründüyü kimi. Yəni, ədəbi növ olaraq lirik növdür. Hansı vəzindədir? Əruz vəznindədir və ədəbiyyatımızda bu bəhrdən az istifadə olunur. Daha çox bilirsiniz, rəməldir, həzəcdir, bunlar. Lirik növdə əruz vəznində və müctəz bəhrində yazılıb. Müctəz bəhrində yazılmışdır. Lirik növdə əruz vəznində müctəz bəhrində yazılıbdır. Şeir vahidi nədir? Görürsünüz, bəndlər formasındadır. Deməli, şeir vahidi bənddir. Şeir şəkli nədir? Hər bənddə neçə misra var? Baxırıq ki, hər bənddə 4 misra var. Deməli, şeir şəkli dördlükdür. Şeir vahidi bənd, şeir şəkli dördlükdür. Gəlin birinci qafiyələnməsinə baxaq görək. Ədüv canım ola, A, aldığı mətanətdən, B, gər alimlər, C, A ilə B-yə uyğun deyil. Qiyamətdən, mətanətdən, B, A, B, C, B. Çəkinmərəm, haşa, tutaq yazıq, D, dövlət cahanı mənə, yazaq E, icimi bəyan eyliyim, Görürsünüz, mənə və haşa ilə uyğunlaşmır. Bura yazdıq F, versələr səmanı mənə, cahanı mənə, E. Deməli, A, B, C, B qısası 2 və 4 həm qafiyədir, düzdürmü? 2 və 4. Yəni, ikinci və dördüncü misraları qafiyələnir, amma 1 ilə 3 baxırıq sərbəstdir. Bu sizə nəyi xatırlatdı? Qoşmanın ilk bəndi kimi qafiyələnir. Yəni, ana şeirində bəndlər necə qafiyələnibdir? Qoşmanın ilk bəndi kimi. Qoşmanın ilk bəndi necədir? Necə qafiyələnir qoşmanın ilk bəndi? A, B, V, B, yəni 2 ilə 4. Digərləri tutaq ki, C, 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 B. Burada sadəcə qoşmanın ilk bəndini götürürük. Bir dənə buna fikir verin ki, bu bənddə burada əslində yazılanda, yəni müəllif bunu yəqin ki, yaxud kimi nəzərdə tutur. Fəqət nə gücü zəif bir vücud var, yaxud belə nəzərdə tutur. Ancaq bizim dilimizə uyğun olmadığı üçün biz buna yaxud deyirik də. Öpüm ayağını iczilə, kimdir o, nədir o? Bir dənə bu bənddə dediyimiz qafiyə quruluşu uyğun gəlmir, amma digər bütün bəndlərdə uyğundur. Bu da yəqin ki, müəllifin yazıda istifadə elədiyi bu vərəqə varaq deyə yazırlar. Bax, o kimi. Yahu da bu arada yadda saxlayın, nidadır. Hey, ey, mənə bax anlamında. Yahu, bura bax, hey, bura bax anlamında işlənir. Yəni, çağırış nidası kimidir. Daha sonra, baxın, bəndlərə baxanda burada sual görürsünüz. Daha sonra burada sual görürsünüz. Bir də, burada 3 dənə sual gördünüz. İndi deyin görüm, bu bədii sualdırmı yoxsa yox? Məsələn, şeirdə işlənən sual cümlələrinin hər birini biz bədii sual kimi verə bilərikmi? Bədii sual kimi göstərə bilərikmi? Deyir ki, öpüm ayağını iczilə. Kimdir o? Nədir o? Və buradan cavab gəlir ki, ana, ana. Yəni, bu sualın cavabıdır. Qısası, bu bənddə, yəni 4-cü bənddə son misrada bədii sual yoxdur. Bu bədii sual deyil. Amma deyir, əyilmərəm yenə, haşa, ölüm nədir ki, onun gücü ilə xalqa həqiranə eyliyim tədzim. Yəni, ölüm nə olan şeydir ki, mən onun təsiri ilə xalqa təzim eləyəcəm. Yəni, eləmərəm deyir də. Bu isə bədii sualdır. Deməli, şeirdə işlənən bütün sual cümlələri bədii sualdır ifadəsi yanlışdır. Amma, məsələn, 3-cü bəndin son misrası bədii sualdırsa, 4-cü bəndin son misrası adicə qrammatik sualdır. Yəni, biz ona bədii sual demirik. Bu bədii sualdır, bu adi qrammatik sualdır. Çünki bunun cavabı var. Eyni zamanda cavab da verir. Belə. Daha sonra, bir də bu da var, ha. Bunlar mənə əsər eylərmi? Burada da cavab verir. Mütləqa, yox, yox. Yəni, görürsünüz, bu da cavabı var, əsər eyləyər, deyir, yox, yox. Bu da bədii sual deyil. Bir dənə bədii sual budur. Yəni, digər o 2 sual cümləsi bədii sual kimi verilmir. Adi qrammatik sualdır. Şeirdə biz nə bizim diqqətimizi çəkir sizcə? Şeirdə ilk diqqəti çəkən məqam nədir? Görürsünüz ki, lirik qəhrəman coşqun şəkildə öz fikrini deyir. İfadə tərzi coşqun şəkildədir. Ona görə deyirik ki,
Anaya məhəbbət hissinin coşqun bir ifadə tərzi, necə deyim, lirik qəhrəman tərəfindən verilir. Yəni burada bu şeir ümumiyyətlə anaya məhəbbət hissinin coşqun ifadə tərzidir. Yəni bir simfoniyasıdır. Anaya sonsuz məhəbbət ifadə olunubdur və şeirdə də ilk diqqəti cəlb edən lirik qəhrəmanın coşqun hissləri, lirik qəhrəmanın emosionallığıdır. Bax, şeirdə ilk diqqəti cəlb edən məqam budur. Lirik qəhrəmanın emosionallığı, lirik qəhrəmanın coşqun hissləri. Şeirin mövzusu nədir? Anaya məhəbbət hissini, anaya sonsuz məhəbbətin ifadə olunmasıdır. Tərənnüm əsasında yazılıbdır şeir. Çünki şeirin biz deməli ümumi mənasında görürük ki, ana bir yüksəklərə qaldırılır, əvəz olunmaz bir varlıq kimi göstərilir. Əlbəttə ki, yəni tərənnüm əsasında yazılıbdır. Burada bu şeirdə lirik qəhrəmanımız əyilməzdir, qorxmazdır, çılğındır, məğrurdur. Baxın, əyilməz dedik, xaraktercə əyilməz olsa da yalnız ananın qarşısında əyilə biləcəyini deyir. Ananın əli ilə bəla bəhrinə yuvarlanmağı özünə istirahət məclisi hesab eləyir. Anaya səcdə etməyi səcdə etməyi özünə fəxarət sayır, fəxr sayır. Sonra anadan başqa, yəni ananı hələ ki anadan danışmırıq. Əvvəlki bəndlərdə görürük ki, deyir bu dünyada mən heç kimdən, heç nədən qorxmuram. Və son bənddə görürük, deyir ki, sənə rahibəm itaətdə, sənə sonsuza qədər deyir, sadiqəm, rahib kimiyəm, səcdə edəcəm. Lirik qəhrəman aldığı güc qüvvətdən usanmayacağını vurğulayır şeirdə. Ananın qarşısında gücsüzlüyünü, itaətkarlığını, ana nəvazişinə ehtiyacı olduğunu göstərir anaya aid yazdığı bəndlərdə. Və anadan gələn, görün anaya nə qədər yəni bağlıdır ki, ananı nə qədər sevgidir, ondan gələcək zərər belə yəni lirik qəhrəman üçün xoş bir istirahətdir. Yəni bəzm istirahətdir. Sonra bir də baxın, burada lirik qəhrəmanın ana haqqında fikirləri var. Birdən testə düşə bilər ki, ananın övladı üçün çəkdiyi əzab-əziyyətlər əks olunub yanlışdır. Çünki bu, yəni ananın övladı üçün çəkdiyi əzab-əziyyətlər, məsələn, Qaytar ana borcunu şeirində var. Amma burada yoxdur. Çünki burada lirik qəhrəmanın artıq ana haqqında fikirlərini göstərir. Lirik qəhrəman ana haqqında öz fikirlərini deyir. Əsərdə bilirik iki surət yaradılmışdı ki, bu lirik qəhrəmandır, hansı ki müəllifin, şairin duyğularını əks etdirir. Biri lirik qəhrəman, digəri ana obrazıdır. Amma bu obrazların hər ikisi ümumiləşdirici xarakter kəsb edir. Deməli, əsərimizdə, bu şeirimizdə iki obraz var. Yəni lirik qəhrəman, hansı ki müəllifin duyğularını bizə çatdırır. İkinci də ana obrazıdır. Heç biri konkret obraz deyil. Ümumiləşdiricidir. Yəni ümumiləşdirilmiş övlad obrazı, ümumiləşdirilmiş ana obrazıdır. Biz deməli Sultan Səncər və Qarıda deyir, qarı konkret obraz deyil, xalqın dilindən danışan bir ümumiləşdirilmiş obrazdır. Burada da lirik qəhrəmandır, anadır, ümumi analığın, ananın bir obrazıdır, ümumi bir övlad obrazı yaradılıbdır. Baxaq, əgər bütün bəşəriyyət ədüv canım ola, ürək və bu arada süjet xəttinə də malik deyil, bilirsiniz, vahid süjet xətti yoxdur. Əgər bütün bəşəriyyət ədüv canım ola, ürək süqut eləməz aldığı mətanətdən, rica-vı xəvvə məkan vermərəm gər alimlər, min ildə vəz edələr dəhşəti qiyamətdən. Əgər bütün bəşəriyyət ədüv can nədir? Canıma düşmən ola, bu anlamda. Yəni sanki canımı ala, mənə düşmən ola. Ürək süqut eləməz aldığı mətanətdən. Ürək aldığı bu gücdən çökməz, süqut eləməz. Rica-vı xəvvə məkan vermərəm gər alimlər, min ildə vəz edələr dəhşəti qiyamətdən. Yəni, demək istəyir, baxın, qorxuya, yalvarışa, yəni ricaya yer vermərəm. Əgər bütün alimlər 1000 il boyu qiyamətin dəhşətini təsvir etsələr də yenə qorxmaram. Qısası, heç bir qorxutma, heç bir vahimə məni yolumdan döndərə bilməz. Birinci nə dedi? Yəni ilk iki misrada dedi ki, bütün bəşəriyyət, yer üzündəki bütün insanlar mənim can düşmənim ola, canıma düşmən ola, mənim ürəyim öz qazandığım möhkəmliyi, mətanəti itirməz.
Yəni heç bir düşmənçilik, heç bir təzyiq mənim iradəmi sındıra bilməz. Sonra heç bir qorxutma, heç bir vahimə məni yolumdan döndərə bilməz. Keçdik ikinci bəndimizə. Pələnglər tuta dövrüm, çəkinmərəm, haşa. Və ya ki, vəd edələr dövləti cahanı mənə ki, bir kəsə baş əyib iczimi bəyan eləyim, əyilmərəm, nə ki yer versələr səmanı mənə. Pələnglər deyəndə əslində burada, yəni əgər ətrafımı pələnglər bassa, yəni burada təhlükələr anlamında deyir ki, həyatım təhlükələrlə belə də olsa, əsla qorxmaram, haşa, yəni əsla. Pələnglər tuta dövrüm, çəkinmərəm, haşa, yəni əsla. Mənim deyir, ətrafımı təhlükələr bürüsə belə mən çəkinmərəm, qətiyyən çəkilmərəm. Və ya ki, vəd edələr dövləti cahanı mənə, yaxud mənə dövləti cahanı, yəni dünyanın bütün sərvətlərini, bütün dövləti mənə vəd edəyələr. Ki, bir kəsə baş əyib iczimi bəyan eləyim, əyilmərəm, nə ki yer versələr səmanı mənə. Yəni mən heç vaxt bir adama baş əyib zəifliyimi, acizliyimi bildirmərəm. Əyilmərəm, nə ki yer versələr səmanı mənə. Yəni yer üzünü də, hətta deyib göy üzünü, nəinki deyir yer üzünü, hətta deyib göyü, səmanı belə versələr, mən əyilmərəm, təslim olmaram, acizliyimi bildirmərəm. Yanımda gər dura cəllad əlində şəmşiri, ölüm gücü ilə mənə hökm edə olam təslim. Əyilmərəm yenə, haşa, ölüm nədir ki, onun gücü ilə xalqa həqiranə eyliyim təzim. Deyir, əgər cəllad əlində qılıncla yanımda dayansa və məni ölüm qorxusu ilə itayət etməyə məcbur eləsə, mən yenə deyir, təslim olmaram. Yenə də deyir, əyilmərəm. Ölüm nədir ki, onun qorxusuna görə başqalarının qarşısında alçaldıcı şəkildə baş əyim. Yəni, ölümün qorxusu belə onun ləyaqətindən, şərəfindən döndərə bilmir. Bu anlama gəlir. Cahanda yox elə bir qüvvə baş əyim ona mən, fəqət nə güclü, zəif bir vücud var yahu, ki hazıram yıxılıb xaki payına hər gün, öpüm ayağını icz ilə. Kimdir o, nədir o? Cahanda deyir, elə bir qüvvə yoxdur ki, mən ona baş əyim, fəqət nə güclü, zəif bir vücud var, yəni fəqət deyir, amma deyir, eydir, heydir, yəni ey insan və ya ey dinləyici bu anlamda. Elə bir güclü və zəif bir vücud var ki, görürsünüz, ananı burada təzadlı şəkildə təqdim eləyir. Hansı ki, Mikayıl Müşfiqin deməli, şeirində deyirdi, təbiət xəsisdir, təbiət varlıdır, təbiət xəsis. Eyni zamanda təbiəti həm varlı, həm xəsis kimi göstərirdi. Burada da görürsünüz, ananı necə verdi? Deyir, fəqət nə gücü zəif bir vücud var yahu. Yəni, burada nə əslində, necə güclü və zəif. Ananı həm zəif, həm də güclü bir varlıq kimi təqdim eləyir də. Ki, hazıram yıxılın, deməli, xaki payına hər gün, yıxılıb xaki payına hər gün. Deyir, hazıram ki, hər gün xaki pay ayağının altındakı torpaq anlamındadır. Hazıram ki, ayağının altındakı torpağa yıxılım hər gün və öpüm ayağını icz ilə, aciz şəkildə, yəni öz acizliyimi bildirərəm, ayağını öpüm. Kimdir o, nədir o? Dedik bayaq, bu bədii sual deyil. Bədii sual hansıydı? Bir dənə bu yuxarıdakı bənddə idi. Kimdir o, nədir o? Eyni zamanda görürsünüz, cavab gəlir. Ana, ana. O adın qarşısında bir qul tək. Və burada ana xitab deyil, ha. Deyir, kimdir o, nədir o? Cavab verir ki, anadır. Yəni, anadır, ana. O adın qarşısında bir qul tək, həmişə səcdədə olmaq mənə fəxarətdir. Onun əli ilə bəla bəhrinə yuvarlansam, yenə xəyal edərəm bəzm istirahətdir. Ananın adını dedi ki, o adının qarşısında həmişə, yəni o ada görə ana adının qarşısında bir qul kimi səcdəyə getmək mənim üçün fəxrdir, şərəfdir. Onun əli ilə, yəni ana istəsə məni bu anlamda öz əli ilə bəla dənizinə atsın, yəni fəlakətlərə düçar eləsin. Yenə də deyir, mən bunu istirahət məclisi kimi qəbul eləyərəm. Yəni bundan narazı olmaram. Yenə də deyir, öz fikrimdə xəyal eləyərəm ki, bu istirahət məclisidir. Sonra, əs ey külək, bağır ey bəhri biyaman, ləpələn. Bağır ey bəhri biyaman, ləpələn, atıl cahana sən ey yıldırım, alış, parla. Gürulda taq-i səmavi, gürulda, çatla, dağıl. Sən ey günəş, yağışın yağdır, ey bulud, ağla. Bax, görürsünüz,
Demək olar ki, müəllifin bu bənddə daha çox müraciətdən istifadə eləyib və nəyə müraciət eləyib? Təbiət qüvvələrinə müraciət edərək onlardan qəzəbli, şiddətli sanki bir reaksiya istəyir. Bayaqları hansı ki bənddə deyirdi, 1000 ildə vəz edərlər dəhşəti qiyamətdən, mən yenə qorxmaram da bu anlamda. Yəni acizliyimi bildirmərəm, baş əymərəm. Bax görürsüz birinci bəndin sonunda. İndi elə bir ki, həmin şeyi deməli müəllif istəyir və təbiət qüvvəsinə müraciət eləyir ki, baxın qəzəblən, şiddətlən, bir təbiət qüvvəsindən bir reaksiya istəyir. Bu bənddə biraz qarışıqlıq yarada biləcək bir məqam var, sizə onu izah edeyim. Deməli küləyə müraciət edir ki, burada küləyə müraciət var. Müraciətləri işarə eləyəcəm. Deməli əs ey külək. Küləyə deyir ki, əs ey külək. Daha sonra əs ey külək. Daha sonra bağır ey bəhri biyaman ləpələn. Küləyə əsməsini, bağırmasını deyir. Ey bəhri biyamən nədir? Sonu bucağı bilinməyən dərya. Bir aman, amansız sanki dərya anlamında. Amansız dərya anlamında ki, deyir, ey bəhri biyamən ləpələn. Əs ey külək, bağır. İkisi də bax küləyə aiddir. Ey bəhri biyamən ləpələn. Yəni ey amansız dərya, ey sonu bucağı bilinməyən dərya, ləpələn. Atıl cahana sən ey ildırım, alış, parla. İldırıma müraciət edir ki, ey ildırım, sən də alış, parla. Gürulda, taqi səmavi. Gürulda, taqi səmavi göy qübbəsidir. Yəni göy qatı anlamında. Demək istəyir ki, ey göy qübbəsi, ey səma, sən də gürulda. Bu anlamda. Çatla, dağıl. Əslində bax qarışıqlıq yaradacaq məqam budur. Bu çatla, dağıl hissəsi bu misrada verildiyinə görə haqqı ilə belə deyə bilərik ki, ey deməli göy qübbəsi, sən də gürulda, sən də parçalan, dağıl, belə işlədə bilərik. Amma burada günəşin olması biraz işləri qarışdırır. Baxın, sən ey günəş, yağışın yağdır, ey bulud ağla. Bu buludun ağlaması var da, düzdür? Ey bulud ağla. Axı günəş yağış yağdırmır. Bu əslində belə olmalıdır. Çatla, dağıl, sən ey günəş. Yəni o qədər isit ki, çatla, dağıl bu anlamda. Yağışın yağdır, ey bulud ağla. Və buluda da müraciət edir ki, ey bulud, sən də yağış yağdır, ağla bu anlamda. Yəni günəşin çatlaması, dağılması çox istidən, buludun isə yağışın yağdırıb ağlaması anlamındadır. Çünki bunu belə oxusaq, sən ey günəş yağışın yağdır. Bu artıq günəşin yağış yağdırması məqamı yoxdur axı, uyğunsuz olar. Yəni bu çatla dağılı məcburi şəkildə biz günəşə aid eləyirik. Baxmayırıq ki, çünki burada görürsünüz vergülü filan yoxdur. Sən deməli çatla dağıl, sən çatla dağıl ey günəş. Bax ardı ilə gəlir, bax görürsüz, heç bir durğu işarəsi yoxdur. Sən çatla dağıl ey günəş. Yağışın yağdır ey bulud ağla. Belə deyilməsi daha düzdür. Göy qübbəsi də sadəcə guruldasın. Qorxutsun bu anlamda. Bunlar mənə əsər eylərmi? Mütləqə yox, yox. Fəqət anam o müqəddəs adın qabağında o paç bağrına bassın məni, desin laylay, təbəssüm oynadaraq titrəyən dodağında. Burada əsər sözü, bunu Azərbaycan dilindən də keçmişik, təsir anlamındadır. Bunlar deyir, yəni mənə təsir eləyərmi? Bunlar məni qorxudarmı? Yəni bu təbiət hadisəsi də. Cavab deyir ki, mütləqə yox, yox. Yəni heç biri mənə təsir etməz. Ona görə biz bunu bədii sual nümunəsi götürmürük. Çünki deyir təsir eləyər və cavabında deyir ki, yox. Ancaq bir istisna var ki, fəqət ana o müqəddəs adın qabağında, yəni bir istisnası var ki, ana, yəni onun müqəddəs adının qabağında hansı ki deyir o paç bağrına bassın məni, desin laylay. Ana paç bağrına basıb mənə laylay deyəndə deməli desin laylay, təbəssüm oynadaraq titrəyən dodağında. Yəni bu nə anlama gəlir? Demək istəyir ki, bayaq yuxarıda sadaladığı bu qədər təbii fəlakətlər, bu qədər hadisələrin heç biri məni qorxuda bilməz. Yəni heç biri mənim iradəmi qıra bilməz. Heç biri məni yumşalda bilməz. Heç biri məni təsirləndirə bilməz. Ancaq
ana sevgisi, ananın belə məni bağrına basıb təbəssüm oynadaraq, dodağın, yəni təbəssüm oynadaraq mənə Layla deməsi, yəni onun lirik qəhrəmanın ruhunu təsirləndirə, yumşalda bilər. Və burada da demək istəyir ki, ana sevgisi bütün güclərdən, bütün qorxulardan, fəlakətlərdən daha böyük və müqəddəsdir. Yəni bunların heç birinin qarşısında yumşalmır, öz iradəsini yerə qoymur. Bir tək ana onu bağrına basıb Layla deyəndə yumşalır. Sanki əriyir gedir bu anlamda. Bütün vücudum əsər, ruhum eyləyər pərvaz, uçar səmalara o aləmi xəyalətdə. Yatar, ölər bədənim, nitqdən düşər bir söz, ana, ana, sənə mən rahibəm itaətdə. Deməli, bu ana bu Laylanın dedi də, yəni məni yumşaltdı. O zaman deyir mənim bütün vücudum əsər. Yəni ana sevgisi qarşısında bütün bədənim titrəyər. Ruhum pərvaz eləmək, yəni göyə uçmaq. Ruhum deyir uçar, yəni ruhum azad olub sanki səmalara qalxar. Bu anlamda, yəni xəyal dünyasında dolaşar bu anlamda. Uçar səmaları o aləmi xəyalətdə. Bax bunu demək istəyir. Yəni bütün bədənim əsər, ruhum pərvaz eləyər, ruhum uçar, səmalara qalxar, sanki xəyal dünyasında dolaşar. Yatar, ölər bədənim, nitqdən düşər bir söz. Yəni ruh bədəndən çıxanda bu anlamda deyir ki, bax yatar, ölər bədənim. Yəni sanki sakitləşər, yuxuya gedər, yəni hətta ölü kimi, yəni dünyadan ayrılmaq kimi. Nitqdən düşər bir söz, yəni deyir ki, ancaq bir söz qalar deyir ana və sonda da nəyin bildirir ki, sənə mən rahibəm itaətdə, yəni ömür boyu mən sənə rahib kimiyəm. Rahib nədir? Rahib səcdə edən, daim itaətdə olan biridir də. Özün burada rahibə bənzədir ki, mən anaya ibadət edən bir rahib kimi itaətkaram. Anaya ibadət edən rahib kimi itaətkaram. Yəni anaya sevgisi dinə, ibadətə bənzəyir. Saf, müqəddəs və təslimsiz bu anlamda. Özün sonda rahibə bənzədir, öz sevgisini sanki müqəddəsləşdirir, anaya olan sevgisini.